Vaxtınız xeyir olsun. Deməli, bu ərazi boş ərazidir. 3 mərtəbə binaların arxasıdır. Burada 3-4 dənə bina var cəmi. Və bu ərazi yetəri qədər böyük ərazidir. Hansı ki, biz illərdir burada avtomobilimizi saxlayırdıq. Gördüyünüz kimi boş ərazidir buralar. Və buranın 3 çıxışı var. Biri o tərəfdə, biri burada və biri burada. Üçünə də şlaqman qoyulub. Məsələ ilə bağlı şlaqmanlara nəzarət məntəqəsinə yaxınlaşıb, məntəqə deyil, şəxsdir, adi vətəndaşdır, yaxınlaşıb bir adımı bildirsəm də mənə dedi ki, bu şlaqmanları biz icazəsini Adil Əliyevdən almışıq, hansı ki, Suraxanın icra başçısıdır və başçının icazəsi ilə biz burada şlaqman qoyub ərazini özəlləşdirə bilərik. Əraziyə yalnız bizim icazə verdiyimiz avtomobillər girib çıxa bilər. Hansı ki, burada da binalar görürsünüz, köhnə tikililərdir hamısı və içəri giriş çıxışı icazə vermirlər. Görürsünüz, ərazi tamamilə demək olar ki, boşdur. Çox az sayda avtomobil var.